Bəli, Almaniyanın Müdafiə naziri Boris Pistorius ölkə mətbuatına verdiyi son müsahibəsində Ukrayna ordusunun hazırki hərbi potensialını qiymətləndirib. Nazir qeyd edib ki, müharibənin başlanğıcından bəri Ukraynanın müdafiə xətti və strateji mövqeyi hazırda ən stabil dövrünü yaşayır. Pistoriusun sözlərinə görə Rusiya qoşunlarının cəbhədə irəliləmə cəhdləri qarşı tərəf üçün ciddi canlı qüvvə və texnika itkiləri ilə nəticələnir. Nazir həmçinin Ukraynanın öz daxili imkanları çərçivəsində Rusiyanın dərinliklərindəki hərbi logistika və infrastruktur obyektlərinə endirdiyi zərbələrin effektivliyini vurğulayıb. Bununla yanaşı Almaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynaya uzaq mənzilli Taurus raketlərinin verilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Kiyevin daxili dron texnologiyalarını inkişaf etdirməsi və bu vasitələrlə uzaq məsafədəki hərbi hədəfləri vura bilməsi həmin raketlərin tədarükünə olan ehtiyacı arxa plana keçirib. Beynəlxalq analitiklər isə rəsmi Berlinin bu addımını münaqişənin birbaşa eskalasiyasından qorunmaq strategiyası kimi qiymətləndirirlər və xatırladım ki, Berlin rəhbərliyi ötən günlərdə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məqsədi ilə $400 milyon dəyərində növbəti hərbi yardım paketi ayırdı və bu vəsaitin əsas hissəsi Patriot sistemləri üçün PAK-3 tipli raketlərin, həmçinin cəbhə xətti üçün zəruri olan digər artilleriya sursatlarının alınmasına yönəlib. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.